Salam əziz dostlar, sizinlə şahmat üzrə fide ustası və Azərbaycan idman jurnalisti Elşad Rızayevdir. Uşaqlıqdan bəri kinonu çox sevirəm və həmişə də arzum olub ki, böyük bir kino çəkim. Ona görə də çoxlu filmlərə baxıram və eyni zamanda mənə maraqlıdır ki, insanlar nə düşünürlər film haqqında, kadrlar haqqında, səhnələr haqqında, janrlar haqqında və mən düşünürəm ki, bəlli bir səhnədən biz müəyyən bir analizlər edib nəticə çıxara bilərik. İlk olaraq düşünürəm ki, idmanla bağlı filmlər, məsələn, futbolla, basketbolla, şahmatla, döyüş növləri ilə insanlara daha çox maraqlı gəlir. Amma son dövrlərə baxanda görürsən ki, hər şey inkişaf elədiyinə görə texnika, süni intellekt və s. insanlar artıq elmi fantastik filmlərə üz tuturlar. Ona görə də klassik filmlərə maraq biraz azalır. Bugün mən sizə iki filmdən səhnəni göstərmək istəyirəm. Onlardan biri Qanunsevər İnsan filmindəki baş qəhrəmanın obrazıdır. Hansı ki, Gerard Butler oynayıb, Clyde Alexander Shelton'ın qəhrəmanı. Qanunsevər İnsan filmindəki obraz, baş qəhrəman o qədər də sadə bir qəhrəman deyil və siz həmin kadrı görəndən sonra onun artıq nə üçün bu addımı atdığı tam olaraq bəlli olur. Və film tam olaraq intellekt üzərində qurulur. Mən düşünürəm ki, həm şahmatçılar, həm digər idman sahəsində məşğul olan insanlar bu filmi bəyənəcəklər. Xüsusilə də bu səhnələri. Filmin başlanğıcı sakit başlayır və sonra artıq gərginliyə doğru gedir. Və biz baş qəhrəmanı hələ tanımırıq. Sadəcə qanunsevər bir ailə başçısı, ailəsini sevən bir insan birdən-birə zorakılığa məruz qalsın. Niyə, nə üçün? Günün orta çağı və onun intiqam metodu, onun intiqam dövrü 10 ili əhatə eləyir. Və Clyde Alexander Sheldon sanki şahmat taxtası arxasında oturur və Grossmeister gedişləri edərək rəqiblərini mat qoyur. Və bu, bütün şəhərə, bütün ölkəyə qarşı çıxır. Filmin kulminasiyası sonda baş verir. Yəni, əsərin qəhrəmanı çox möhtəşəm bir gediş edərək bütün şəhərin vəzifəli şəxslərini alladır və onları qabaqlayır. Yəni, şahmatda olduğu taktiki zərbələr kimi. Və sonda nə baş verir, onu siz yəqin ki, görəcəksiniz. Əziz dostlar, həmin filmdə möhtəşəm səhnələr, möhtəşəm dialoqlar var və orada, belə deyək, şahmat dili ilə desək, taktiki bir gediş olur dialoqların birindəki. Bəs əsərin qəhrəmanını biz necə saxlayaq? Və onun dostu bildirir. Onu saxlamağın yeganə üsulu onu öldürməkdir. Yəni, şahı mat eləmək.